Manifesto fəaliyyətdədir. Açığı ilk dəfə idi belə bir təcrübə yaşayırdım. Buradan bütün kollektivə təşəkkür edib xeyirli olsun demək istərdim. Bildiyiniz kimi Manifestonun Azadlıq prospektində yeni bir möhtəşəm filialı açılıb. Biz də ailəmizlə yollandıq ora. Səmimi fikirlərimlə bölüşmək istəyirəm. Burgerlərini sınadıq, içində həm burger kotleti, həm lifli ət var idi. Çox dadlı idi. Qızıl balıqlı bu fərqli salatı da getsəniz sınayın. Dəniz məhsullarından ibarət bu pizza çox dietik idi. Lavaşı nam-nazik, çox dadlı idi. Salatlardan mənim ən bəyəndiyim bu canətli göbələkli salat oldu, möhtəşəm idi. Amma gələn dəfə gedib sifariş edəcəyim yemək mütləq ki bu olacaq. Yumuşaq ət, yanında dadlı düyü qarnir və badımcan əzməsi. İnanılmaz dadlı idi. Ortaya xırçıltılı dəniz məhsullarından ibarət belə bir snack götürmüşdük. Risotto sevirsinizsə burada da sınaya bilərsiniz. Dadlılarından idi. Şirniyyatlara gəlincə burada onların bir vitrini var. Adama gəl deyir. Korpus desertlərinin çeşidi də burada həddindən artıq çoxdur, istədiyinizi dada bilərsiniz. Hər dəfə gedib yeməklərindən çox razı qaldığımız üçün buradan Manifesto kollektivinə də təşəkkürümüzü bildiririk. İçəridə belə çox gözəl fotozonası da var, adamın lap keyfini açır. İnteriyer isə olduqca gözəldir, hətta 2 mərtəbədən ibarətdir, ayrıca kabineti belə var. Bura mütləq gedin, aşağıda səhifələrini də qeyd edəcəm.